English Grammar in Use, Elementary sadə səviyyə, İngilis dili qrammatikası sadə səviyyə, Unit 7 7-ci dərs, Do you present simple question. İndiki sadə zamanın sual forması. A paragrafına baxırıq. We use do, does in present simple question. Biz indiki sadə zamanın sual forması düzəldərkən do, does-dan istifadə edirik. Baxaq cədvələ. Pozitiv, birinci cədvəl, pozitiv təsdiq formu I work, mən işləyirəm, we like, you do, sən edirsən, they have, onun nəyisə var. He works, he ilə, she ilə, it ilə fəilin sonuna biz s əlavə edirik təsdiq formada. He works, he likes, she does, it has. Question, sual formasında. Sual formasında biz fəilin sonuna s və es üçüncü şəxsin təkində əlavə etmirik. Amma qalan şəxslər, bütün şəxslərdə s əlavə etmirik fəilin sonuna. Məsələn, do I work, do we work, do you work, do they like. Üçüncü şəxsin təkində does işlənir. Does he have, does she have, does it have. Yəni, sual formasında fəilin sonunda biz s çəkilisi üçüncü şəxsin təkində əlavə etmirik. Üçüncü şəxsin təkində fəilin sonunda s çəkilisi yalnız təsdiq formada əlavə edirik. B paragrafına baxırıq. Study the word order. Söz sırasına baxın. Do, does plus subject plus infinitive. Do, does'dan sonra mübtəda gəlir. Ondan sonra isə fəil gəlir. Do you play the guitar? Sən gitarada ifa edə bilirsənmi? Do your friends live near here? Sənin dostların burada yaşayırmı? Does Chris work on Sunday? Chris bazar günləri işləyirmi? Does it rain a lot here? Burada yağış yağırmı? Və ya do your parents live? Sənin valideynlərin harada yaşayır? How often do you wash your hair? Sən nə qədər tez-tez öz saçlarını yuyursan? What does this word mean? Bu sözlər hansı mənanı verir? What does this word mean? How much does it cost? Bu neçəyədir? What do you do? What is your job? Sən nə edirsən, nəçisən? What do you do və yaxud what is your job deyə bilərsən. What do you do? Sən nəçisən? I work in a bank. Mən bankda işləyirəm.